Limin toplusu alqoritm məsələlərindən 129-cu suala baxırıq. Girişə eni və uzunluğu daxil edilən düzbucaqlının deyir. Deməli, biz düzbucaqlının enin uzunluğunu daxil etmək üçün bir parallelogram çəkirik. A və B olsun eni uzunluğu daxil edirik. Sahəsini və perimetrini hesablayan alqoritmin. Deməli, sahəni tapmaq üçün biz sahəni və perimetri hər ikincisini tapmaq üçün düzbucaqlı seçməliyik. Eyni düzbucaqlı da ola bilər, ayrı-ayrı da ola bilər. Mən ayrı seçdim. Sahənin düsturunu bilirik. S bərabərdir A vurulsun B kimi təyin olunur. Daha sonra bir dənə də düzbucaqlı çəkib, orada da hesablayıram perimetri. P də bərabərdir 2 vurulsun A plus B kimi qeyd edirəm. Və daha sonra təbii ki, bunları çap etməliyik ki, nəticəni görək. Onun üçün də bir çap etmə bloku olan parallelogram çəkib, S-i və P-ni çap edirik. İndi detallı izaha keçirəm. Burada girişə eni uzunluğu daxil edilən deyirsə, bir parallelogram çəkməliyik biz. Çünki daxil etmə blokumuz parallelogramdır. A və B-ni daxil etdik tərəflər kimi, eni və uzunluq kimi. Sahənin düsturunu riyaziyyatdan bilirsiniz. S bərabərdir A vurulsun B kimi tapılır. Və hesablamadan söhbət gedirsə, hesablamanı biz mütləq düzbucaqlıda yazmalıyıq. S bərabərdir A vur B-ni tapdıq. Perimetrin düsturunu bilirsiniz. P bərabərdir 2 vur AB. Bunları eyni düzbucaqlıda yazmaq olardı. Mən rahat görünsün deyə ayrı-ayrı düzbucaqlıda yazdım. Və S ilə P-ni əvvəlcədən elan etmədim. Çünki S və P-nin qiyməti hesablamada istifadə olunmur. Sadəcə alınmış hesablamanın qiymətini S-ə mənimsədirik. Alınmış hesablamanın qiymətini P-yə mənimsədirik. Bu səbəbdən başdan elan etməyə ehtiyac yoxdur. Və tapılandan sonra da S və P-ni mütləq çap etməliyik ki, nəticəni görək.